Onu da ayrı kayda alın. Deyin görək indi topludan suallarınızı. Uşaqlar. Bəli, bəli. Deyin də suallarınızı. 3 var. Yox, evdə. Düz bucaqlı üst-bucaqdan elə. Bəli, bəli. Əvvəlcə deyin görün nətər işlədiniz? Rahat gəldi, çətin gəldi. Yaxşı idi məndə. Elə orada o sizə yazdırdığım düsturlar var idi. Bax onları əzbərləmisinizmi? Mənim istifadə elə yadımda qaldı. Hə də elədir. Bir dəfə oxuyursan, sonra misallarda tətbiq elədikcə adamın avtomatik yadında qalır. Mən sizə demirəm ki, şeir kimi qabağınıza qoyun əzbərin. Adam işlədikcə daha da onu bilir ki, harda işlətmək lazımdır, elə başa düşür. Üçə baxın. Nə deyir? Uzunluğu aya bərabər olan düz xətt parçası. Pis çəkdim dəqiqə. Mənim kayda atır. Bəli. Bunu sınaqdan ayrı götürdüm kaydını. Ki, qarışmasın. Uzunluğu deməli aya bərabər olan düz xətt parçasının uc nöqtələrindən paralel düz xətt uc nöqtələri paralel düz xəttlər üzərindədir. Bax, yəni biri belə deyib, biri də əyri çəkdim. Paralel, yəni dümdüz belə xəttlər çəkməliyəm. Bir-birinə qarşı-qarşı dayansın. Gördünüz, belə paralel düz xəttlər üzərindədir. Və onlarla 60 dərəcə mənə gətirirdik. Gərək biraz əyri çəkərmişəm. Yaxşı, belə çəkim. Qıraqlarını siləyəm də. Davamını oxumamış çəkdim deyə. Aha, mənə nə deyir? Burada 60 dərəcə bucağa mənə gətirir. Buraya yazıram 60 dərəcə. Sonra mənə deyir, bura 120-də, buraya yazamıram, görürsünüz, kör bucaqdır. Paralel düz xəttlər arasındakı məsafəni tapın. Buradan bura qədər olan məsafəni soruşur məndən, bax, buranı. Bilsəni, A-nı. Gəlin görək necə tapa bilərik bunu. Bunu mən belə birləşdirsəm. Buradan hündürlük çəkəcəm deyim. Belə düz çıxmayacaq. Mən nəyəsə səhv oxumamışam ki, bir dənə baxın gördüm. Uzunluğu aya bərabər olan düz xətt parçasının uc nöqtələri paralel düz xəttlər üzərindədir və onlarla 60 dərəcəli bucaq əmələ gətirir. Paralel düz xəttlər arasında məsafəni tapın. Mən elə bir şəkli səhv çəkmişəm. Çünki belə olanda mən nətər tapa bilərəm ki? Nəsə problem var. Şəkli bir də çəkim. Tutaq ki, belə çəksin. Bu A-dır. Hə, bax belə, indi düz çəkdim. Bunun arasında məsafə perpendikulyar çəkməklə yaranırdı. Məsafə deyəndə sizə demişdim, ağlınıza perpendikulyar gəlsin. Burada deyirdi 60 dərəcədir. Bura yazdım 60 dərəcəni. Buramda 30 qalır. 30-un qarşısındakı demişdik hipotenuzun yarısıdır, yəni A bölü 2-dir. 60-ın qarşısındakı mənə lazım olan kök 3 A bölü 2-dir. Mən belə tapmışdım. Hə, belə olmalıdır. Birinci mən sualın şəklini səhv çəkmişdim. Ona görə alınmırdı. Nətər çəkmişdim, yadımdan çıxdı açığı. Amma bilirəm ki, səhv çəkmişdim ki, görünmürdü. Belə. Bildiniz ay uşaqlar? Məsafə deyəndə o dəqiqə bilinci perpendikulyar. Bəli, müəllim. Məsafə perpendikulyar olur. Nəfər? 9. Var 9-dan öncə.
Xeyr müəllim, məncə də 9-dur. Baxın, burada deməli nə var? Mən buranı tapsam Pifaqorla 4-dən çıxmalıyam x-in kvadratını kök altda. Hipotenuzun Bəli. kvadratından çıxdım da elə bil. Ondan sonra gəlin böyük üçbucağa tətbiq edək təzədən Pifaqoru. 4 minus x-in kvadratı kök altda. Üstə gələk x plus 2-nin kvadratı bərabərdir 3-ün kvadratına. Eləmi? Kvadratla kök gedir, görürsünüz. Qalır 4 minus x kvadratı. Üstə gəlir x kvadrat. Üstə gəlir hasilin 2 misli 2-cinin kvadratı. Buna görə nə qəşəng x kvadratları da getdi. 2x üstə gələk. 4-ün üstü 4 gəndə 8 bərabər 9. 8-i ötürsək bu tərəfə 2x bərabər 9 minus 1, yəni 1-ə. 9 minus 8-i. X də olur nə? 1-i 2-yə böləndə 0.5-də. Mən niyə 1.5 aldım? Cavabda hədə belə verib. Elə biləm yoxdur. Bayaqdan baxıram, gözüm görmür. 2-də 1. Bu bizlərə onluq kəsirlə verib. Gözüm axtarır ki 0.5 yazsın. Bununla bax kəsirlə verib. Bildiniz ay uşaqlar? Bəli. Yəni düzbucaqlı üçbucaq gördüm, Pifaqoru tətbiq elə getsinlər. Neçə uşaq? Məndə 31 var. 31. Müəllimə, məndə 30 var. 30-dan əvvəl kimin nə sualı var desin. Yoxdur müəllim. 25 var müəllimə. Neçə? 25. Hə, 25 elə bildim 15 deyirsən. Hə, 24 də var məndə müəllim. Hə, yaxşı deyildi uşaqlar, diqqətli baxın, sualınız qalmasın arada. Tez qurtarmaq üçün suallarınızı saxlamayın. Neçə kimi idi ev tapşırığınız? 40-a qədər. Xanım, ev tapşırığı da 40-a qədərdir. Sən 11-ci sinif sınağı niyə yazmayıbsan ki? Məndən də vermişdiniz. Nə? Məndən də vermişdiniz. Hə, güvəndə neçə dənə idi? 150-yə qədər. 100-ə kimi yazmışdıq da onsuz. Evet. Orada içində az cüzi suallar qalmamışdı yazmadığımız. D 1-2-3 nisbətindədir. Biri 1K-dır, o biri 2K-dır, digəri də 3K-dır. Bunları toplayıram, bərabər edirəm 180-ə. Çünki bucaqların cəmi 180 olmaq zorundadır. 6K da eləyir nə? 180. K-nı tapmaq üçün 180-i bölürsə 6-ya eləyir 30. Gətirib yerinə qoysam da bax, 30, 60, 90. Ümumiyyətlə, bucağın bucaqları 1-2-3 nisbətində olanda, burada dəqiqə əzbər bilməlisiniz də ki, 30, 60, 90 alınır. 1-2-3 nisbətində onlardır. Burada təpiyə də 90 deyək. Oldu mu belə? Böyük tərəfin uzunluğu, böyük tərəf hipotenuzdur da. Çünki ən böyük bucaq qarşısında dayanır baxaq. 8-dir. Böyük tərəfə çəkilmiş medianla. İndi yaxşı. Leyla, sən mənə görüm, hipotenuza çəkilmiş median nəyə bərabər idi? Üstürü. Yarısına. Bəli. Leyla, niyə deyəmədin? Nədir? Median hipotenuzun yarısı olur da 4. Kiçik tərəfdə kiçik bucaq, yəni 30-un qarşısında dayanandır. 30-un qarşısında dayanan ayısı nəyə bərabər olurdu? Hipotenuzun yarısına. Ayısı 8-in yarısı 4. Bunların cəmini soruşur. 4 ilə 4 elə 8. Mənim Leyla demək istədiyim, müəllim, onlarda internet zəifliyə səsi gəlmədi. Elə. Ola bilər. Bildiniz 24-ü. Bəli müəllimə. İndi 25-ə baxaq. Bax, yenə 30 dərəcəli bucaqdan sualdır. Ümumiyyətlə, bu 30-60-dan çox düşür. Bunu qəşəng əzbər bilməlisiniz. Aha, görək nə deyir bizə. İti bucaqlarından biri 30 dərəcə. Ona bitişik katet. Bax, qarşısındakı demir, bitişik deyir. 3 santimetrdir. Onda bu 60-ın qarşısına düşür da. Hipotenuza çəkilmiş median. Yenə biz medianı tapmalıyıq. Median da hipotenuzun yarısıydı. İndi gəlin baxaq. 30-un qarşısındakı, 60-ın qarşısındakı kök 3 dəfə az olurdu. 3 bölək kök 3 yazır. Hipotenuz da ondan 2 dəfə çox olurdu. Bunu 2-yə vuranda eləyir 6 bölək kök 3. Sadəcə olaraq biz bilirik ki, cavablarda heç vaxt məxrəc irrasional olmaz.
İrrasionaldan azad edək kök üstə vurmaqla. Bunlar gedir, qalır 2 kök üst. Median da 2 kök üçün yarısına bərabər olur da. Hipotenuzun yarısına bayaq soruşduq. Yəni nə olur kök üst? Aydındır. Bəli, müəllimə. Yəni Daha sonra. 31. Leyla, buradasan, eşidirsən? Düzəldim internetin. Gəlmir səsi yenə. 31-dən əvvəl var. Xeyr, müəllimə. Mənim 30 var idi, Leyla demişdi. Sizə yazın. Görürəm Leylanın səsi olacaq. Leyla, buradasan. Qıqdan mesaj yazım ona. Müəllimə, səsim gəlmir. İndi gəldi. İndi gəldi, eşitdim. Bəli, mən buradayam. Lap yaxşı. Səndə 30 var idi bundan qabaq. Bəli, müəllimə, 30 var. Bir dəqiqə 31-i yazın, pozmuşam 30-u, ağartmışam 31 yazmaq üçün. Təzədən silib yazaram. 31-ə baxın indi. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 60-dır. Onda o biri 30-dur da, düzdür, avtomatik bilirik. Hipotenuzu ilə kiçik katetin cəmi. Kiçik katet həmişə hipotenuzun yarısına bərabər olur. Hipotenuz kiçik katet x olur. Və bunların cəmi olur 27, mənə verib ki. 3x 27-dirsə, x-i tapanda 27-ni 3-ə bölürəm 9. Gətirib indi qoyun bura. Bu 9-dur, bu da 18-dir o zaman. Elə məndən hipotenuzu soruşur 18-də. Kimin sualı idi? Başa düşdü bunu? Bəli, mənim başa düşdüm. Mən Mən 30'u qoy yazaq bir dənə. 30 hanı 30. Otuzda nə deyir? ABC üçbucağında AB bərabərdir BC-yə. Bunlar bərabərdir. D nöqtəsi AB və BC üzərindədir. Nətər? D nöqtəsi AB, hə. Y nöqtəsi də, bax burada D qeyd elə, burada da bir Y qeyd elə. DC-nin üzərində. Və mənə deyir ki, YD perpendikulyardır AB-yə. Elə çəkdim ki, biraz perpendikulyara oxşasın da. Sonra mənə deyir, AD də bərabərdir nəyə? DB-yə. DB hanım bura? Aha. Sonra mənə verib. Perimetr AY'si pis çəkdim mən. Mənim o keçən dəfə bir şey eləmişdiniz də mənim. Bəli, ondan odur da elə. Baxaq da, yəni baxaq başa düşmüşsək. Hə, burasına vardım. Aha. Perimetr AY'si 32-dir. Sonra bizə deyir AC 14-dür. Qeyd edək bura 14-dür. BC-ni tapın. Ora mən D-yi olur 7, yox. Nə? D-yi olur 7. D-yi 7 olur da. İndi baxaq, yox, B-yə niyə 7 olsun ki? D-yi mənim D-yi. D-yə yazmır baxı 7. Nə bildin ki 7-dir, yox. Orta xəttdə ilə qarışdırma. Buranı yarı bölüb, buranı yarı bölüb, bax orta xətt iki tərəfi də yarı bölübdür. Diqqətli ol. İndi baxın, izah edirəm. Deməli, sualda mənə deyir ki, ABC C dəqiqə. Aha. Baxın, sualda deyir ki, ABC üçbucağında AB bərabərdir BC-yə. Yəni, bərabər yanlı üçbucaqdır bu. Birincisi.
Sonra deyir D nöqtəsi AB üzərindədir. D nöqtəsini AB üzərində qeyd etmişəm. Y nöqtəsi də deyir BC üzərindədir. Sonra da mənə deyir ki, DY perpendikulyardır AB. Ona görə bura düzbucaq işarəsi qoyuruq. Sonra bizə perimetr AYS, bax bu üçbucağın perimetrin 32 olduğunu deyir. AC-nin 14 olduğunu deyir. BC-ni tapın. İndi baxaq görə necə tapa bilərik. Bura, bax bu D, AB-nin orta nöqtəsidir. Fikir verin bir dənə bu üçbucağa, AYB üçbucağına. Təpədən çəkilən bu xətt həm hündürlük olub, həm median. Deməli, bu bərabər yanlı üçbucağıymış ki, təpədən çəkilən hündürlüklə median üst-üstə düşübdür. İlk əvvəl bunun bərabər yanlı olduğunu bildik. Onda mən bura x desəm, burada x olur. Düzdür? Sonra, gəlin indi YS-ni tapaq. YS-ni də görək necə tapa bilərik. Biz bilirik ki, bu AYS-nin perimetri 32-dir. Onda mən x üstə gəl 14, üstə gəl YS bərabər edə bilərəm 32-yə. Buradan da YS-ni tapsam, 32-dən bunları çıxmalıyam. 32-dən 14 çıxanda 18, çıxaq x qalar bura. Buranı 18 çıxaq x tapdım. İndi məndən nə soruşur? BS-ni soruşur, düzdür? BS-ni tapmaq üçün mən bu x-lə 18 minus x-i toplamalıyam mı? Bəli. Baxın, x-lər getdi. Qaldı cavabım 18. Cavab D variantı olar. Bu şəkildə qısa yolla yaza bilərsiniz. Aydındır. Bəli, mən bir necə almışam mən. Bax, burada qısa yol o idi ki, bir dəqiqə xanım, üzr istəyirəm, deyərsən. Burada əsas sizin görməli olduğunuz məqam o idi ki, bax bu AYB üçbucağında təpədən çəkilən xəttin həm median, həm hündürlük olduğunu görəsiniz. Onu görəndən sonra işiniz asanlaşır. Oldu? Bəli. Hə, de xanım. Mən iki çıxısını A kimi yazmışdım. Nə yazmışdın? 2x çıxısını A. Hə. Mən sonra yazmışdım 2x çıxısını A plus 14 bərabər 32-yə bərabər eləmişdim. Sonra 2x çıxılsın 14 bərabər 32, sonra 2x 18 tapmışdım. X olmuşdu 19. Sonra orada 2x var, x var idi. 2x da BS. BS 2x olduğuna görə də 2 vurmuşdum 9'a vermişdi 18. Olar, olar. Mən yadıma gəlir ki, keçən səfər heç elə bir başqa yolla getmişdim, belə getməmişdim. Bu yol kimi deməli. Hə, amma indi məsələn bu ağlıma gəldi, belə anidən yazdım, görürəm ki, bu daha qısa oldu sanki. Belə. Aydın oldu uşaqlar bu sizə. Bəli, müəllimə. Neçə var? 38. Var 38-dən əvvəl sualımız. 32 var müəllimə. Baxaq onda 32-yə. Deməli, ABC üçbucağını quraq, düzbucaqlıdır. Bura 90 dərəcə. A 60 dərəcə. B 30 qalır onda, eləmi? C hündürlükdür. C onda hipotenuza çəkilən hündürlükdür də. Sonra mənə deyir, AM 12-dir, bura 12 yazdım. MB-ni tap, burada bilmirəm neçədir, X-dir deyirəm. Görək, neyləyə bilərik? Bura, bu üçbucağa bir dənə baxın. Neyləyə bilərik burada? 30-60-dırsa, birinci böyüyə baxın ya da. Mən hipotenuza 2x desəm, 30-un qarşısındakı x olur. Bəli, Onda burada 30 qalırdı. Bunun özü də balaca bir düzbucaqlı üçbucaqdır. Və fikir verin, 30-un qarşısındakı bu hipotenuzun, yəni x-in yarısıdır. Onda belə çıxır ki, x-in yarısı da 12-miş. X neçəymiş? 24. Gətir yerinə qoy. 24-ü 2-yə vuranda 48. Sual işarəsinin yerinə nə qaldı? 36. Bəli, 48-dən də 12-yə çıxırsan 36 qalır da C variantı.
Fikir ver, mən bir böyük üçbucaq üçün 30-60 qaydasını yazmışam. Bir də bunun içində bu IMC düzbucaq üçbucağı var, kiçik düzbucaqlı üçbucaq. Bir dəfə də onun üçün tətbiq etmişəm. Aydın oldu. Bəli, müəllimə. Daha sonra nəyə baxaq? 8. 38-dən əvvəl nə var? Yoxdur müəllimə. Məndə də 38-dir. Baxaq onda 38-ə. Oturacağı 36 olan bərabər yanlı üçbucağın təpə bucağı 90-dır. Hə, onda bu 45-45 imiş. Burada 45 bucaq var. O zaman belə çıxır ki, katet hipotenuzdan kökçü dəfə kiçikdir. 36 bölü kökçü. Bunu da irrasionaldan azad etsək, kökçüyə vururuq hər tərəfi. Bu eləyir 36 kökçü bölək 2. İxtisar edirsən, qalır 18 kökçü. Başa düşdüm mən. Aydındır. Bəli, müəllimə. Var 40-a qədər başqa. Xeyr, müəllimə, qurtardım. Yaxşı, qoy görüm axıra qədər, deməli axıra qədər. Burada neçə test var idi? Axıra qədər verməyəcəm verməyinə. 40-a qədər işləyibsiz də bunu. Axırdakı məsələləri verirəm. 83-ə qədər bunu götürün. 83-ə qədər ətraflı yazılarını bunun ayrıca verəcəm. Yaxşı, müəllimə. Gəlin indi buradan nümunə suallar işləyim neçədən. 76-ya baxaq, axırlardan işləyəcəm. 76-da deyir ABC üçbucağında SBD 90 dərəcədir. Bax, bura qoyub 90 dərəcə görürsünüz. BCD 25 dərəcədir, yazdım 25 dərəcə. CD bərabərdir 2AB-yə. AB-ni mən bilmirəm neçədir. X desəm CD onda 2X olur, düzdür? Qulaq asın. Sonra BAD-nin dərəcə ölçüsünü soruşur məndən. BAD-nin. Mən burada düzbucaqlı üçbucaq görürəm. Ağlıma gəlir ki, buna bir median çəkim. Hardan ağlıma gəlir, qoy deyim sizə. Bilirəm ki, mən düzbucaqlı üçbucaqda çəkilən median hipotenuzun yarısına bərabər olur da, x olur. Düzdür? Və onu mən çəkəndə burada bərabər yanlı üçbucaq alacağım. Burada x idi axı. Ona görə mənim ağlıma gəldi bunu çəkmək. Buna bax, bura 25-dir, burada 25-dir. Bərabər yanlıdır. Bura 50 qalır onda. Xarici bucaq qonşu olmayan ki, daxilin cəminə bərabər idi. Bura 50-dirsə, burada 50 qalır. Elə məndən BAD-ni soruşur da 50. Deməli, mən bir dənə median çəkməklə işin sirrini çözdüm. Median çəkdim, bərabər yanlı üçbucaqlar aldım və oturacağı biçik bucaqların bərabər olduğunu götürdüm. Yenə deyirəm, desəz ki, ay müəllim, mənim hardan ağlıma gəlsin median çəkməyə? Çünki sən burada bir dənə x tərəfi görürsən, AB. Bilirsən ki, düzbucaqlı üçbucaqda median çəksən o x-ə bərabər olacaq da, 2x-in yarısına. Oradan belə beyinə gələ bilər bu şəkildə. Sonra gəlin görək nəyə işləyək. Bu, məsələn, bu nədir? 77 nədir? CD bərabərdir D-yə. Yox, D-yə bərabərdir. Bildim, D-yə deyir. Sonra deyir, bura perpendikulyardır. Sonra mənə deyir, AC 12-dir. B-yə 8-dir. Başqa? CD-ni tapın. CD hanı? Bura. X. Bura X-dirsə, burada X-dir. Çünki bunlar bir-birinə bərabər idi. Mənə bir dənə nə vermişdim burada? Fikir verin bir dənə bu üç bucaqlara. Bu ASD ilə ADY-yə. Buna bax, iki bucaqları düz bucaqdır. Və çəkilmiş məsafələr eynidir. Buna bax, görürsünüz, katetlər eynidir. Hipotenuzlar da eynidir, AD-dir. Onda belə çıxır ki, buradan bura qədər də eyni olmalıdır da. Bu 12-dirsə, bu da 12 olmalıdır, düzdür? Məndən nə soruşur? CD-ni soruşur, eləmi? Buna bax, bura 20 oldu. Pifagorla buranı tap indi. 20-nin kvadratdan 12-nin kvadratını çıxanda qalır